Listi Şimitəli. Bilirsiniz mənə nə maraqlıdır? Şərifzadə küçəsi və bu küçədə piyadalar davamlı olaraq yolu sağ-sol keçirlər də. Çünki metro çıxışlarına girmək və bu tərəflərdən çıxmaq narahatdır. Metronun inşaatçılar stansiyasının iki çıxışı var. Bir bu tərəfdə, indi gəldiyimiz yerdə, bir də qarşımızdakı olan hissədə. Və insanlar buradan istifadə edirlər. Davamlı olaraq elə mən danışdığım müddət ərzində bütün bunları görmək mümkündür. Görəsən niyə burada eyni səviyyəli piyada keçidi təşkil olunmur? Şəhərin müxtəlif yerlərinə svetoforla idarə oluna bilən piyada keçidləri təşkil olunur və s. Onsuz da cəmaət gəlib keçir. Cərimələmək çıxış yolu deyil və zaten metronun giriş və çıxışlarından istifadə eləmək, yerin altına düşmək, çünki orada eskalator yoxdur və yalnız pilləkəndir, insanlar üçün narahatdır. Bu sübut olunmuş bir şeydir də, yəni bu mübahisəsini aparmırıq. Görürsən, niyə eləmirlər bunu? Məsələn, niyə piyada keçidi eləmirlər? Keçin. Və ya, bax gəlin, burada svetofor var, düzdür? Burada zebrahanı. O burada niyə zebra yoxdur? Biz niyə bax belə bura gəlməliyik, fırlanmalıyıq, o tərəfə keçib getməliyik? Yəni, nədir də səbəb? Olmamağının səbəbi nədir?